Əgər ana olaraq daim yorğun hiss edirsənsə, bil ki, tək deyilsən. Bu video sənin üçündür. Analıq təkcə fiziki iş deyil. Daim düşünməkdir. Planlamaqdır. Hər kəsi düşünməkdir. Amma özünü yox. Ana olduqdan sonra öz ehtiyaclarımızı təxirə salırıq. İstirahəti, sakitliyi, özümüzlə tək qalmağı. Ana özünə vaxt ayıranda bəzən günahkar hiss edir. Amma yorğun ana xoşbəxt ana ola bilməz. Özün üçün vaxt egoizm deyil. Bu bir ehtiyacdır. Sən yaxşı olmasan, heç kim yaxşı ola bilməz.